Gəlin mənimlə bərabər İsveçdə bir gün daha keçirdək. Bugün yenə səhər tezdən oyanmışam, amma nə əcəbsə çox rahat hazırlaşmağa başladım. Dərsim yoxdur. Şəhərimizdə yeni əməkdaşlıq və inteqrasiya mərkəzi açılır. Ora üçün dəvətnamə verilib və oranın açılışına gedəcəm. Necə də həvəslə hazırlanıram. Kaş ora getmək yerinə evdə qalıb biraz daha yatsaydım. Tədbir səhər saat 10-da başlayıb, günorta saat 2-də bitəcəkdi. Amma mən saat 12-yə qədər belə zorla dayandım orada. İlk başda hər şey çox maraqlı idi. İnsanlara kurslar, dərslər barəsində məlumat verirdilər. Daha sonra iş getdikcə başqa yerə çevrildi. Bilmirəm ümumi təşkilatçılıq daha pis idi yoxsa kofeləri. Və təbii ki biz də dedik ki, burada qalmaqdansa mağaza gəzmək, restoranda oturub bir kofe içmək daha məntiqlidir. Bu vloqun yeri mənim üçün biraz daha fərqli oldu. Çünki bundan əvvəl hazırladığım bir vloqda səsləndirmədə demişdim ki, mənim burada heç bir dostum yoxdur. Həmin vloq o qədər hüzünlü idi ki, onu paylaşmamışdım. O vloqu səsləndirməyimdən hardasa 10 gün keçir. Və mənim artıq dünyanın fərqli-fərqli ölkələrindən olan dostlarım var. Və əlbəttə ki, bir Azərbaycanlı olaraq mənim üçün sosial olmaq çox önəmlidir. Ən azından yaşadığım şəhərdə küçəyə çıxarkən yolda tanıdığım bir-iki nəfəri görsəm belə yetərlidir. İnsan özünü o zaman burada həqiqətən yaşadığını hiss eləyir. Bir sözlə ölkəyə inteqrasiya olmağa başlayıram. Əvvəllər günümün çox hissəsini evdə keçirdirdim və ya çıxıb özüm tək gəzirdim. İndi isə dərslərə gedirəm, İsveç dili öyrənirəm və mənim də artıq dostlarım var. Ümumiyyətlə düşünürəm ki, doğulub böyüdüyü ölkədən kənarda yaşayan insanlar üçün dostluq qurmaq biraz çətindir. Amma ən azından ətrafınızda pozitiv vaxt keçirdə biləcəyiniz insanların olmağı da çox vacibdir. Bu günlük bu qədər. Gələn vloqlarda görüşərik.